Məndən bir ixtisas seçimi mütəxəssisi kimi soruşanda hansı qrupa gedək? Deyirəm ki, qan qrupunun hansı sonra. Bu havada səhər-səhər bazar günü mopedlə imtahana getmək ən azı bizim balımızı 15-20 bal artıracaq. Yəni bu əhval-ruhiyyə ilə Həlimə. Həlimə bugün imtahan verir. 3-cü qrup. Heç xəbəri də yoxdur 3-cü qrup ixtisaslarından, daha doğrusu fənlərindən. Şərti olaraq veririk də, belə də püşk atıb qrup seçmişik. Həlimə burada oxumaq istəmədiyi üçün maşallah yaxşı yerlərdən qəbul almışıq. Görək də indi daha yaxşı yerlərdən hətta qəbul gözləyirik. Həlimə əsasən psixologiya təlimlərinə qoşulur. İngilis dili, İtalyan dilini biraz bilir, birazdan daha doğrusu başlamağa çalışırıq ki, davam eləsin. İngilis dilisi zaten yaxşıdır. Biz də çıxmışıq gəzintiyə. Kameranı da belə ayırırıq. Yavaş-yavaş üzümüzə çeviririk. Ya buradan girə bilsək, malakançik, stakançik, elə burada da dayana bilərik məncə. Buradan da şəhərə doğru gedərik. Hasan deyirəm ki, deyirəm o sizdə qəbul almışam, maraqlı deyil mən çox. Ondan sonra deyir, hardan almışam qəbul? Dedim, Türkiyədir, Fransadır, bir də inşallah başqasını da gördüm. Maşallah. İçəri şəhər, gözəl şəhər. Sevimli doğma İçəri şəhər. Sən Şirvanşahların arxası deyirdin, oraya gəlmişdiniz. O çox yuxarıdır. Gəl şeylə gedir. Elə gedək Almotdan keçək, bəlkə də oturmaq olar Almotda. Deməli bu ölkənin nə məktəb sistemini qəbul edirəm. Çəkiliş gedir də orada danışır. Nə də imtahan sistemi. Ona görə hər ikisində Çubuş, necəsən? Oy, çubuş, içəri şəhər. Çubuşlar. Hər ikisi ilə bağlı mövqeyimi Həlimənin başında denəyirəm, türklərimiz. Sınaqdan keçirdirəm. Məktəbdən uzaq tutduq. İmtahan zat hərəmirik. Sonra nə? Universitetlərimizi dəstəmirik. Keçən dəfə tədbirdə deyəndə ki, Azərbaycanda normal universitet barmaqla sayılır. 3-4 dənə də 5 dənə. Sözümü kəsdilər ki, yox elə danışmayın. Deyirəm, reallıq budur da, neynəmək olar ki? Olanımız budur. Gizlətməyin o, özdə yuxarı bal yığmış abituriyentlərə müraciət edirəm, 400 nəfər. Mən durum olaraq deyim, gedin texniki universitetdə oxuyun, yoxsa Bakı Dövlət Universitetində. Geçsinlər bir il oxusundan sonra IELTS-lərin adını verib transfer alsınlar. Normal universitetlərə, inkişaf eləmiş ölkələrə. Bugün adam çoxdur, İçəri şəhərdə həm bazar günü, həm havada gəzməli. Gedək görək, Ayazbek Almotda deyil ki, təsadüfən. Alternativlər düşünmək olur. Düzdür, balaca uşaqlarla bağlı indi çətinlik yaşayıram. Həlimə 5-də oxuyanda məktəb zat yaratdıq. Bir şeylə öyrəndilər, təməl qoyuldu, sonra dal gəldi. Burslarla bağlı nə edeyim bilmirəm. Dövlət məktəbində çürüyürlər, paslanırlar. Gəldi yenə sevimli Almonda görək. Pəncərə qırağı. Aha, pəncərə qırağı boş imiş. Kəbiş üçün maraqlı şirniyyat axtarırıq. Kəbişim hələ xəstəxanadadır. Almondun şirniyyatları bizim seçimimizdir. Çox gözəl, çox keyfiyyətli. Dondurmaları da ki, başqa bir aləmdir. Bura İçəri şəhər filialıdır. Yeni sonuncu.
Baxın, şəhərin çox maraqlı yerindədir.